Salam, Time 2025-ci ilin Transforming of Sentence, Simpler Composite Sentence cümlələrine baxırıq. Cümlələri transform etmək, yəni çevirmək sadə və yaxud da mürəkkəb cümləyə əslində çətin görünə bilər, ancaq heç də çətini yoxdur bu bölmənin. Sadəcə olaraq diqqətli olmaq lazımdır. Dediyim qızıl qaydalar var ki, onlara əməl etsək asanlıqla bu testləri yazarıq. Hər videomda qeyd edirəm. Uzun görünən, qorxuducu görünən suallar əslində ən asan olan suallardır. Students who have enough math and logic knowledge can join us. Baxın, students cümləmizin mübtədasıdır. Bir mübtədadır. Who can join us bunun xəbəridir. Join xəbərdir. Bu bir cümlədir. Who have enough math and logic knowledge bu isə başqa bir cümlədir. Tələbələr kimin ki təyin budaq cümləsidir. Riyaziyyat və məntiqi biliyi var, onlar bizə qoşula bilər. Students who, baxın, who'nu verirsə, deməli bu başqa bir cümlədir. Bu olduğu kimi verir və burada bir fərqlilik var ki, who have bircə nə have silib yox. Bu cümlə ola bilməz. Students with enough math and logic knowledge can join us. Görürüz, sadə cümləyə çevrildi. Tələbələr, riyaziyyat və məntiqi biliyi olan tələbələr bizə qoşula bilər. Kim ki vermirik. Məsələn, Azərbaycanda bu doğru tərcümə olmaya bilər, doğru səslənməyə bilər. Ancaq rus dilində belə bir şey var. Kim ki deyirlər, onlarda qutucudur, səhv nüansdəyik bilmirəm. Amma ki, orada daha rus dilini bilənlər üçün bunun izahı daha yaxşı olur. Daha yaxşı başa düşürlər ki, artıq bu ikinci bir cümlə olur, mürəkkəb cümlə olur. Ancaq bir variantına baxırıq, burada with verib və with də cümləni mürəkkəbləşdirə bilməz. Students have enough math and logic knowledge can join us. Tələbələr, baxın burada reduction yoxdur axı. Reduction olmaq üçün with-də hər hansı bir fikri ifadə etməlidir. Students having enough, bu hansı zamandır? Students having enough məsələn olmur. Students having had enough olmur. Cavabımız bir bəndi. İkiyə baxırıq, yəni də reduction istəyir, yəni mürəkkəb cümləni sadə cümləyə çevirmək istəyir. Students who don't have enough math and logic knowledge can't participate in. Bu da qəşəng cümlədir. Eyni cümlənin sadəcə olaraq inkarıdır. Bir şey yadınızda saxlayın. Təyin budaq cümləsinin inkarını without-la verəcəyik. Bir dənə bunu bildik və cavabı without olan cavabı seçsik, qurtardı getdi. Student with enough verə bilməliyik, çünki don't var, inkar var. Ona görə biz without verməliyik. Yəni onsuz riyaziyyat və məntiqi biliyi olmayan tələbələr iştirak edə bilməz. Siz, siz, sus, süz. Bu qədər sadə. Davam edək, 3-ə baxırıq. Find out the most appropriate reduction for the relative clause. Yenə də relative clause-un reduction'u istəyir bizdən, yəni təyin budaq cümləsinin reduction'ı, qısaldılması. This school, which was, baxın, eyni məsələdir. This school was selected by my parents. Baxın, by var, məchul növ verib ona görə. Burada diqqətli oluruq. Is famous for its successful graduates in Europe. Məktəb, hansı ki mənim valideynlərim tərəfindən seçilmişdi, o Avropada uğurlu məzunları ilə məşhurdur. The selected school by my parents, no. The selecting schools by, yenə də. Baxın, by var. Axı, burada heç bir məhsulluq bir şey yoxdur. Selecting, yenə selected school hardasa uyğun gələ bilər. The school selected by my parents. Reduction'da baxın, to be-ni sadəcə olaraq reduction edir, yəni qısaldır və by var. Burada selected var. Burada artıq məchulluq var. Valideynlərim tərəfindən seçilmiş məktəb Avropada məzunları ilə məşhurdur. The school to be selected by my parents. Now, the school which varsa artıq reduction olmur. Reduction'da which'i silməliyik. Bunların hamısı ayrıca bir mövzu kimi yerə izah edim sizə. Onda sizə daha yaxşı aydın olar. Baxaq, qələmimizi götürək. Edit. Bilgirək qələmimiz niyə gəlmir. Bu daha yaxşı. The car which has been parked next to mine is very expensive.
Yenə də which var və bunun qısaldılmasını istəyir bizdən. The car parked next. Baxın, has been var deyə, məchulluq var deyə. Qələmimizi tam götürə bilmirəm və mən bunu, baxın, has been parked. Baxın, bu hissə. Mən qələmimi istəyirəm. Ən yaxşısı mən qələmidir. Tapa bilsək qələmi. Been parked. Nəsə, yaza bilmirəm. Sadəcə bu. Hə, tapdım. Məchul növ been parked. Baxın, məchulluq varsa, parked özü məchul növdür. Burada sadəcə olaraq to be reduction olur. Təyin budaq cümləsinin qısaldılmasını istəyiriksə, which-i silirik və məchul növdürsə, to be-ni də silirik və parked, it's okay. The car being parked next to mine. Axı, being parked vermək üçün davam edici zaman lazımdır. Burada indiki bitmişdi. Deməli, bu səhvdir. The car which varsa artıq reduction olmur. The car having been parked ola bilər. Görsə, indiki bitmişin davam edicisidir. Bu ola bilər. 1 və 4. The car to have been parked next to mine. No. Deməli, cavabımız 1-4. 5-ə baxırıq. The bicycle which was featured was made by Bianchi. Yenə də eyni məsələdir. Bicycle. Məchulluq var. The featured bicycle was made by Bianchi. Bəli. Xüsusi velosiped Bianchi tərəfindən hazırlanmışdır. The featuring yox, məchul növ olduğu üçün featured verdik, idi verdik. The bicycle was featured was made. 2 dəfə niyə veririk ki bunu? The bicycle featuring was made. No. Məchul olduğu üçün ayıncı verə bilmərik, which-i qətiyyən verə bilmərik. Davam edək. 6-ya baxırıq. Hamlet which was written. Yenə də which-i silirik və qələmimizi götürək. Which getdi. Ona görə which olan cavablar silinir avtomatik. Hamlet, writing by Shakespeare. Baxın, yenə də məchulluq var. Niyə writing verək? By var. By olduğu üçün bura written verməliyik. Writing getdi. 2 variant arasında qalırıq. To be written. No. Axı, reduction'dır. Reduction olduğu üçün to be-ni silməliyik. Bayaq da dediyim kimi cavabımız bir bəndir. Deməli, təyin budaq cümləsinin reduction'da, yəni qısaltmasında sadə cümləyə çevirərkən which, who əvəzliklər silinir. Məchul növdürsə to be də silinir və sadəcə olaraq cümlə yazılır. Bu qədər asan. 7-ci cümləyə baxırıq. Baku, yenə də eyni məsələdir. Baxın, which-i silirik. Yenə mənim qələmim harasa getdi. Hə, which getdi və Baku is famous for its old towns is a beautiful city. 2 cümlə görürük burada. Baku famous old towns. No. Baku famous for its old towns is a beautiful city. Bəli. Bakı öz qəsəbələri ilə, kiçik townları ilə məşhur olan gözəl bir şəhərdir. Görürsünüz, bir cümlədir. Which onu mürəkkəb cümlə etmişdir. 8-ə baxırıq. People who have been injured in the car crash are being taken to the hospital. People who getdi. Məchul növ olduğu üçün bində getdi. Baxın, hulu cavab getdi. Məchul növ olduğu üçün bində getdi. Injuring olmaz, məchul növdür. Having injured və injured arasında qalırıq. 2 variant arasında qalırıq. Cavablara baxaq. Are being taken to the hospital. Having injured yox, injured. Sadəcə olaraq məchulunu verməliyik. Deməli, maşın qəzasında zədə almışlar, xəstəxanaya götürüldü, aparıldı və s. Keçək 9-a. The Burj Khalifa, known as the Burj Dubai, is a high structure that was completed in 2009. Bəli, davam edirik. He's the only person in a million who understands me. O, məni başa düşən milyonlarla insandan yalnız biridir. Baxırıq. He is the only person who-nu silirik. Qələmimizi götürək. Aha, who-nu silirik. Who-lu cavablar getdi. He is the only person in a million understanding me.
Niyə understanding me? He's the only person who in a million to understand me. Bəli, to verir. Məni başa düşən yalnızca bir insandır. Milyonlardan biridir. Find out the correct reduction. Yeni də eyni məsələ. Two women who var. Bunu silirik. Were dressed. Məchulluq var yenə də. Two women. Dressing olmaz. Məchul növdür. Were dressed olmaz. To be-ni sildik. To be-ni sildik. Having dressed yox. Dressed. In red. Were the most charming among the guests. Reduction məsələsi həmişə düşür. Diqqətli olun. Miqdə də var. Səhv etmirəmsə sertifikasiyada düşmüşdü keçən il. Bu ildə düşməyəcək deyə bir şey yoxdur. We stood on the bridge. Which sildik. Connects. Baxın, məchulluq yoxdur. Məchul yoxsa biz rahatlıqla bura ing verə bilərik. Məchulluq connected getdi. To connect getdi. Being connected. Which olmaz. Cavabımız C bəndi. We stood on the bridge connecting the two halves of the city. Baxırıq 13-ə. The boy who getdi. Had been attacked. Məchul növdür. Yenə də digər variantlara baxaq. Bir dəqiqə. The boy attacked by a burglar had to be taken to bəli. Deməli tərcümə belə olur ki, oğru tərəfindən hücum olunan oğlan xəstəxanaya götürülməlidir. Bir bəndi. The man who was married. Baxın, who getdi. Bunları sildik. Sonra was married. To be var. Marrying getdi. To be married olmaz. Having married yox. Elə sayıcı olaraq married. 15-ə baxırıq. My son is the most handsome boy who is in my life. Mənim həyatımda ən gözəl oğlandır. Ən yaraşıqlı oğlandır. My son, who'nu silirik. Who'lar harada var? Who'nu sildik. Qələmimizi tapsaq silərik. Who getdi. Baxırıq, məchul növ varmı? Məchulluq anlayışı. Who is-in xeyr. Burada məchulluq yoxdur. Ona görə to be getdi. Boy, being in my life. My son is the most handsome boy. To be in my life. Bəli, be cavabımız. Boy is in my life. My son is the most handsome boy is in my life. No. My son is the most handsome boy in my life being. Yox, bu nədir? My son is the most handsome boy being in my life. Yox, elə cavabımız B bəndi olacaq. 16-ya baxır. I know that is your most favorite book that was written by Jack London. Mən bilirəm ki, bu sən Jack London tərəfindən yazılan ən sevimli kitabındır. I know that it is your most favorite book that is silirik burada. Məchul növ var, məchul növ qalır. Written by Jack. Elə cavabımız eybəndi. Baxın, writing olmaz, məchul növdür. I know that is your most favorite book. Zəti niyə bir də verir? Olmaz. I know that yenə zət, bəndi, bəndində hər ikisində zət verdiyi üçün cavablarımız səhvdir. Zət olmaz. 17-yə baxaq. He's the last person who can I rely on. Diqqətli olun. Etibar etmək, güvənmək deməkdir. He's the last person relied on. Onu sildik. Güvənləsi yeganə insandır. Bəndi. He's the last person to rely on. No. İnanılası, güvənləsi ən son insandır. He's relying on. Yox, relied on. Sənin güvənə biləcəyin mənasında. O, sən güvənə biləcəyin son insandır. 18-ə baxırıq. My nephew who getdi. Reduction nədir? Mürəkkəb cümləni sadə cümləyə çevirməkdir. Onda niyə who verək ki? Is studying, məchulluq yoxdur. Studied getdi. Nephew London will be my studying nephew. No. Təhsil alan nephew. Qardaş oğlu, bacı oğlu. Who getdi, who's getdi. Cavabımız bir bəndi. Yəni, sizə reduction veribsə, mürəkkəb cümləni sadə cümləyə çevirmək
deyilirsə, bu zaman qətiyyən şəxs əvəzi sual bağlayıcıları vermirsiniz. Who'dur, what'dur, which'dir. Onları cümlədən avtomatik silin. Bu zaman işiniz daha da asan olacaq. 19'a baxırıq. Transform the object clause into the simple ones. Deməli, indi artıq tamamlıq budaq cümləsini çeviririk. I saw that the robbers were robbing the bank. Mən gördüm ki, oğrular bankı oğurlayır. Bu kompleks obyektlərdə, testlərdə var idi bu cümlə. Nə görüldü? Oğruların bankı oğurladığı görüldü. The robbers tamamlığımızı götürdük. Sonra were seen robbing the bank. Bir düzgündür. I saw the bank. Qələm hareketi. Bir düz. I saw the bank being robbed. So, si feilindən sonra ing'li feil gəlir. Düzgündür. I saw the robbers robbing the bank. Bircə 4 olmaz. Bilirsiniz niyə 4 olmaz? Çünki si-dən sonra tolu feil gəlmir. Mürəkkəb tamamlıqdır. Qalan 1, 2, 3 hamısı düzgün cavabdır. She finally realized how she could solve the problem. O nəhayət ki başa düşdü ki, problemi necə həll edə bilər. She finally realized how qalır. Artıq təyin budaq cümləsi deyil. Bu mürəkkəb tamamlıqdır. She finally realized how to solve the problem. O məsələni necə həll etməyi nəhayət ki başa düşdü. Realize, dərk etdi mənasında. Belə. İnşallah gələn videolarımızda davamını çəkəcəm. Ehtiyac varsa şərhlərə yazın. Əgər bəyəndinizsə, like edin ki, daha çox insana çatsın, daha çox müəllimlərimiz tanış olsun bu videolarla. Hansı bölmədə, hansı sahədə çətinliyiniz olarsa yazın ki, mən o sahəni sizə izah edim. Artıq imtahanlara çox az bir müddət qalıb. Bacardığım qədər, əlimdən gələn qədər köməyə əsirgəməyəcəm. Sağ olun.